Biz gedib Ermənistanın ərazisində bunu təmin eləmişlər. Bu da doğru deyil. Etmək olmaz bunu. Qətiyyən olmaz. Azərbaycan tərəfi başqa bir dövlətin ərazisini işğal etmək niyyətlərini açıq şəkildə bəyan edirlər. Amma Ermənistan sərhəddinə hücum elətdirir və şəhidlərimiz var. Ermənistanın dünyada tanınan sərhədlərini aşır və yeni müharibəyə qədəm qoyur. 50-dən çox şəhid verdik. Nə qazandıq? Bax soruşuram, nə qazandıq? Zəngəzur Ermənistan ərazisidir. Qanunlarla belə qəbul olunubdur. Biz Zəngəzuru əgər işğal edə bilmərik, bu mümkün deyil. Hə, bir söz bilirlər. Erməni təxribatı, erməni təxribatı, erməni təxribatı. Biz blogerlərdə müharibə istəmirik. Separatçılar qaldığı halda nəyə görə biz gedib Ermənistan-Azərbaycan sərhədində vuruşmalıyıq? Ermənistan ərazisində ermənilərin iddia etdiyi kimi irəliləməyi bu bizə nə verir, nə qazanmış oluruq? Yəni bu necə bir məntiqdir ki, biz ərazi bütövlüyünə sən demə hörmət etmirik öz qonşumuzun. Bizimkilər çalıb əlinə Kalaşnikov, gedib girir ermənilərin ərazisinə, regionuna. Başlayır orada ermənilər öldürür, sonra deyir ki, bırak təxribatı. Sənin orada nə işin var ki, niyə öldürürsən? Sən hələ bir öz minalarını deyirsən təmizləyir, deyirsən yol çəkirəm. Cəmaatın sərhədinə basıb girir. Adını da qoysan ki, erməni. Biz öz torpaqlarımızda deyil, artıq Ermənistan sərhəddini keçmişik. Yəni, dünyanın qəbul elədiyi Ermənistan torpaqlarına daxil olub Azərbaycan ordusu. Biz Ermənistanın quru ərazisinə daxil olmuşuq. Azərbaycan ordusu Ermənistanla sərhəddə olan müəyyən ərazilərə nəzarəti götürüb. Bayraq sancı var ha, Göyçə, Zəngəzur, o nə bilim bir. Ay qardaş, o bayrağa görə, o sərhədi keçməyə görə anamız ağlar qalacaq.